Salam, mən tarix müəllimi Bəhruz Baba. Bugünkü mövzumuz Azərbaycan tarixindən Azərbaycanda sosializmə yenidən qurmalar mövzusudur. Azərbaycanda sosializmə yenidən qurma prosesi 1920-ci illərin ortalarında başlayıb. 1920-ci ilin aprel ayının 28-də Azərbaycanda Sovet hakimiyyəti yaradıldı. Azərbaycanda Sovet hakimiyyəti yaradıldıqdan sonra iqtisadi sahədə bir sıra tədbirlər görüldü. İlk öncə Rusiyada olduğu kimi hərbi kommunizm siyasəti tətbiq edildi və bunun gedişində Azərbaycanda ərzaq sapalağı, daha sonra çanaq vergisi, daha sonra isə yeni iqtisadi siyasət dövründə ərzaq vergisinə keçirildi. 1925-ci ilin sonlarından, yəni 1920-ci illərin ikinci yarısının ortalarından başlayaraq Azərbaycanda yeni iqtisadi siyasətdən imtina edildi və bunun nəticəsində Azərbaycanda sosializmə yenidən qurmağa başladı. Sosializmə yenidən qurma bir neçə sahəni əhatə edirdi. Sosializmə yenidən qurmanın başlıca sahələri nələr təşkil edirdi? Sosialist sənayeləşdirilməsi başlıca sahələrindən biri sənayeləşdirməsi prosesidir. Həmçinin kənd təsərrüfatının kollektivləşdirilməsi, bir də bolşevik ideologiyasına xidmət edən mədəni quruculuq işlərindən ibarət idi. İlk öncə Azərbaycanda sosializmə sənayələşdirmə xətti tətbiq edildi. Sonra sosializmə sənayələşdirmə xəttinə 1925-ci ilin dekabr ayında keçirilmişdi. Sovet rəhbərliyi ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün daha çox ağır sənayenin inkişafı daha vacib hesab edildi. Bu dövrdə xarici kapitalı sənayeye buraxmaqdan çəkinən dövlət ağır sənayeni əsasən daxili imkanlar hesabına inkişaf etdirmək niyyətində idi. Və beləliklə əldə edilən demək olar ki, bütün gəlirlər əsasən ağır sənaye sahələrinə qoyulurdu. Bu isə şəhərin kənd üzərində inzibati nəzarətinin artmasına, bazar münasibətlərinin ləğv edilməsinə, həmçinin istehsalçının iqtisadi sərbəstliyinin alınmasına, kənd təsərrüfatı vasitələrinin sənaye axmasına səbəb olur. 1925-ci ilin dekabrında SSR-də sosializmə sənayələşdirmə xətti elan edildi. Sənayələşdirmənin birinci mərhələsi 1925-1929-cu illəri əhatə edir. Sənayələşdirmə illərində Azərbaycanda xüsusi komissiyalar da yaradıldı. Xüsusi komissiya, sənayələşdirmə üzrə xüsusi komissiya 1926-cı ildə yaradılmışdı. Sənayələşdirmə əsasən 5 illiklər üzrə inkişaf proqram qəbul edildi. Hər 5 ildən bir növbəti 5 illik proqram qəbul edilirdi. Azərbaycanda sənayələşdirmə dövründə əsasən diqqət sənayesində olan birinci yerdə sənaye sahəsi neft sənayesi idi, ikinci yerdə isə elektrik enerjisinin istehsalı idi. Sənayələşdirmə dövründə bir sıra xüsusilə neft sənayesində tədbirlər həyata keçirildi. Neft sənayesində həyata keçirilən tədbirlərə əsasən geoloji kəşfiyyat işləri genişləndirildi, yeni neft yataqlarının istismarına başlandı. Neft hasilatı artırıldı. Artıq 1930-cu ildə Bakı-Batum neft kəmərinin çəkilişi başa çatdırıldı. Həmçinin Azərbaycanda neft sənayesi ilə yanaşı digər sahələrdə də tədbirlər görüldü. 1927-28-ci illərdə Salyan ərazisində Qarajagin indiki Füzuli, Nuxa istilik elektrik stansiyalarının tikintisi başa çatdırılaraq istifadəyə verildi. Artıq birinci 5 illik planda 1928-32-ci illərdə 35 sənaye müəssisəsi işə düşmüşdür. Azərbaycan sənayələşdirmə nəticəsində aqrar ölkədən aqrar sənaye ölkəsinə çevrildi. Azərbaycanda artıq Bakıdan sonra ikinci mühüm şəhərə, sənaye mərkəzinə Gəncə şəhəri çevrildi. 1932-ci ildə də ölkədə pasport sistemi tətbiq edildi. Lakin ölkədə pasport sistemi verilməsinə baxmayaraq kəndlilərə pasport verilmədi və bunun nəticəsində kəndlinin bir kənddən digər yerə getməsi bir növ qadağan edildi. Artıq Azərbaycan iqtisadiyyatında ikinci 5 illik plan isə 1933-37-ci illəri əhatə edir. Bu dövrdə də xalq təsərrüfatının
sosialist yenidən qurulması başa çatdırılmalı idi. Bu dövrdə artıq 29 sənaye müəssisəsi tikildi. Bu da mühüm əhəmiyyət kəsb edən hadisələrdən biridir. Azərbaycan SSR sənaye məhsullarının və elektrik enerjisinin istehsal səviyyəsinə görə artıq 3-cü yerə çıxmışdı. Bu da mühüm əhəmiyyət kəsb edirdi. Rusiya və Ukraynadan sonra Azərbaycan SSR 3-cü yerdəydi. Bu dövrdə planlı təsərrüfatın bir sıra mənfi cəhətləri də vardı. 1930-cu illərin ortalarında bazar münasibətləri tamamilə ləğv edildi. Təsərrüfatda planlı sosial sistemin hökmranlığı bərqərar oldu. Şəhərlə kənd arasında inkişaf tarazlığı pozuldu. İri təsərrüfat sahiblərinin mülkiyyətlərinin müsadirə edilməsi qolsomok təsərrüfatına böyük zərbə vurdu. Qolsomok hansı təsərrüfatdır? Qolsomok varlı kəndli təsərrüfatıdır. Varlı kəndlər qolsomok adlandırılırdı. Artıq 1920-ci ilin sonlarına doğru ölkədə çörək böhranı təhlükəsi də yarandı. Kənd təsərrüfatı gerilədi. Bu isə miqrasiya prosesini sürətləndirdi. Şəhərin kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi prosesində artıq bu dövrdə çətinliklər yarandı. Bu da qiymətlərin artmasına və ərzaq qıtlığına səbəb oldu. Hökumət bu zaman iri kəndli təsərrüfatına yardım etmək üçün inzibati təzyiq və zorakı üsullardan istifadə etməyə başladı. 1929-cu ildə ölkənin bütün şəhərlərində ərzaq məhsullarının kartoska yolu ilə paylanması sisteminə keçirildi. Çörək ticarəti ölkədə qadağan edildi. Artıq taxıl zorla müsadirə edildi. Artıq sosialistcəsinə yenidən qurma siyasətlərindən biri də kollektivləşdirmə siyasəti idi. 1929-cu ildə Azərbaycanda kollektivləşdirmə xətti, ümumiyyətlə SSR-də kollektivləşdirmə xətti elan edildi və Azərbaycanda da 1929-cu ildə kollektivləşdirmə siyasətinə başlandı. 1929-cu ilin yayında 50 işlə kollektivləşdirmə. Bunun da birinci 5 illik dövrü 1929-30-cu illəri əhatə edir. Belə təsərrüfatları artıq kolxoz adlandırdılar. Kollektivləşdirmə siyasətində əsas məqsəd nə idi? Qolçomaq və ortabab kəndlərin təsərrüfatını ləğv etməkdən ibarət idi. Bütün təsərrüfatları kolxoz və sovxozlarda birləşdirilməli idi. Kollektivləşdirmənin həyata keçirdiyi rayonlarda torpağın icarəyə verilməsi və muzlu əməkdən istifadə qadağan olundu. Azərbaycanda həyata keçirilən kollektivləşdirmə siyasəti Rusiyadan fərqli olaraq ləğv edirdi. Nə üçün Rusiyadan fərqli olaraq ləğv edirdi? Ona görə Rusiyadan fərqli olaraq ləğv edirdi ki, Azərbaycanda kollektiv təsərrüfata yad idilər. Kollektivləşdirmənin ləğv etməsinin səbəbləri nə idi? Biraz əvvəl də dedik. Kollektiv təsərrüfatın Azərbaycan kəndlisinə yad olması ilə bağlı idi. Azərbaycanda kollektivləşdirmə xəttinin partiyanın dinə, milli adət-ənənələrə qarşı apardığı mübarizə ilə eyni vaxtda düşməsi ilə bağlı idi. Və beləliklə Azərbaycanda kollektivləşdirməyə qarşı üsyanlar da baş vermişdi. 1930-cu illərin əvvəllərində bölgədə zorakı kollektivləşdirmə siyasətinə, Sovet və partiya orqanlarına qarşı mübarizə gücləndi. Bu da üsyanlara səbəb oldu. Üsyanların başlıca səbəbləri nələrdir? Kəndlərə qarşı zorakılıq metodları, vergi siyasətində özbaşınalıqlarla bağlı idi. 1930-cu illərdə hansı ərazilərdə üsyan baş verdi? Şəmkirdə üsyan baş verdi, Nuxada üsyan baş verdi, Zaqatalada, Naxçıvanda, Cəbrayılda kollektivləşdirməyə qarşı üsyanlar baş vermişdi. Bəzi bölgələrdə üsyanlara yerli kommunistlər də qoşulmuşdu. Üsyanlar zamanı yüzlərlə insan həyatını itirdi. Bir çox kəndlər bütünlüklə köçürüldü. Artıq 1936-cı ildə Azərbaycanda kəndli təsərrüfatının demək olar ki, 80-85% kolxozlarda cəmləşmişdi. Kollektivləşdirmə səviyyəsi pambıqçılıq rayonlarında daha yüksək səviyyədə idi. Bu dövrdə kollektivləşdirmənin bəzi faciəvi nəticələri də oldu. Onlar nədən ibarətdir? Kənd təsərrüfatında sərt dövlət nəzarəti yaradıldı. Kolxozlar dövlətin planlarını həyata keçirən hüquqsuz qurumlara çevrildi. Artıq bu dövrdə bütün mülkiyyətin dövlətin əlində cəmləşməsi nəticəsində
mülkiyyətsizlik mühiti demək olar ki, formalaşdırıldı. Bu da kəndlilərin öz əməyinə marağını azaltdı. 1932-ci ildə dediyi ölkədə pasport sistemi tətbiq edilsə də, kəndlilərə pasport verilmədi. Və nəticədə 20-ci əsrin 50-ci illərin sonuna kimi kolxozçular icazəsiz yaşadığı yeri tərk edə bilməzdilər. Bu bir növ təhkimçilik münasibətini xatırladırdı. Rusiyada SSR-də kütləvi repressiyalar da həyata keçirilmişdi. Həmçinin Azərbaycanda da bu kütləvi repressiyalar həyata keçirilmişdi. Azərbaycanda kütləvi repressiyaların birinci mərhələsi 1920-21-ci illərdir. Növbəti mərhələsi isə 1930-cu illərdə baş vermişdi. Sovet Rusiyası işğalın ilk günlərindən bütün təbəqələrə qarşı repressiyalar həyata keçirilirdi. Repressiyalar birbaşa Moskvadan göndərilən siyahilər əsasında həyata keçirilirdi. Repressiyalara Azərbaycanın bir sıra görkəmli şəxsləri də məruz qalmışdılar. Kimlərdir bunlar içərisində? Hüseyn Cavid, Mikail Müşfiq, Tağı Şahbazı, Salman Mümtaz, Əhməd Cavad, Yusuf Vəzir Çəmənzəmənli və başqa şəxslər də repressiyaya məruz qalan şəxslər içərisində var idi. Bir qrup ziyalılar repressiyada xilas olmaq üçün xaricə mühacirət etdilər. Təqsirləndirilən repressiya qurbanları nədə ittiham olunurdular? Xalq işinə xəyanətdə ittiham olunurdular. Həmçinin millətçilikdə, əks-inqilabçılıqda, pan-türkizmdə və pan-islamizmdə günahlandırılırdılar. Müxtəlif ölkələrinin xeyrinə casusluq fəaliyyətində, onların kəşfiyyat orqanları ilə əlaqə yaratmaqda günahlandırılırdılar və bunlara qarşı repressiyalar həyata keçirilirdi. Repressiya qurbanlarına əks-inqilabçı, terrorçu, xalq düşməni və sair adlarla divan tutulurdu. Xalqa divan tutan orqanlar Fövqəladə Komissiya və 11-ci ordu idi. 1934-cü ildə Leningrad şəhərində Şəhər və Vilayət Partiya Komitəsinin birinci katibi Kirovun öldürülməsindən sonra Ümumi İttifaq səviyyəsində repressiyaların yeni dalğası başladı. 1936-cı ilin ortalarında Azərbaycanda repressiyaların ən qanlı mərhələsi qiyamçı qrupların axtarışı ilə başladı. Siyasi repressiyaların ilk qurbanları siyasi şəxslər oldu, rəhbər şəxslər oldu. 1937-ci ildə repressiyaların ən yüksək zirvəsi oldu. Bu zaman Azərbaycan Komünist Partiyasının katibi Mirzəfər Bağırov idi. Həmçinin bu dövrdə cənubdan gəlmiş soydaşlarımıza qarşı da repressiyalar həyata keçirmişdi. Cənubi Azərbaycandan gələn şəxslər əsasən Bakının neft sənayesində çalışan fəhlələrdən ibarət idi. 1938-40-cı illərdə Sovet hökuməti Cənubi Azərbaycandan vaxtı ilə Şimali Azərbaycana iş dalınca gələn soydaşlarımızı İrana deportasiya etdi. Deportasiya nədir? Azlıqda qalan əhalinin zorla kütləvi şəkildə yaşadığı yerdə köçürülməsi prosesidir. 1930-cu illərin ikinci yarısında Sovet hökuməti Şimali Azərbaycanda yaşayan Cənubi Azərbaycandan olan soydaşlarımızı şübhəli elementlər kateqoriyasına aid etdi. Bunun səbəbləri nələrdir? SSR siyasi rejimin sərtləşməsi, beynəlxalq vəziyyətin kəskinləşməsi ilə bağlı idi. 1938-ci ildə SSR rəhbərliyi İrandan gəlmiş Azərbaycanlılara aid qəbul etdiyi qərara əsasən Sovet vətəndaşlığını qəbul etmək istəməyən və İran təbəliyində qalmaq istəyən Azərbaycanlılara 10 gün vaxt verildi. Bu şəxslər 10 gün ərzində İrana köçürülməli idi. Bundan imtina edənlər isə Sovet vətəndaşlığını qəbul edib, bir ay müddətində Qazaxıstana köçməli idilər. Və beləliklə Cənubi Azərbaycandan gəlmiş şəxslərin böyük əksəriyyəti deportasiyaya məruz qaldı. İrana köçən şəxsləri də casusluqda ittiham etdilər. Bu dövrdə Azərbaycanda sosialistcəsinə quruculuq işlərindən biri mədəni sahədə də həyata keçirilmişdi. Mədəni quruculuq tədbirləri Sovet hakimiyyətinin mədəniyyət sahəsində əsas məqsədi nə idi? Xalq təhsilini köhnə idarə üsulundan azad etmək, dini məktəbləri ləğv edərək yeni məktəblər yaratmaqdan ibarət idi. Dini məktəbləri ləğv edərək yeni məktəblər yaratmaq, təhsil sistemini öz ideoloji prinsiplərinə uyğunlaşdırmaqdan ibarət idi. 1923-cü ildə
bolşeviklər artıq milliləşdirmə siyasəti elan etdilər. Bu dövrdə Sovet hökumətinin təhsil sistemində də əsas məqsədi özünə uyğun bolşevik ideologiyasına xidmət edən təhsil sistemi yaratmaqdan ibarət idi. Bolşeviklərin təhsil sahəsində ilk tədbirləri 1920-ci ilin mayında Azərbaycan İnqilab Komitəsi vicdan azadlığı haqqında dekret qəbul etdi. 1923-cü ildə Xalq Komissarlar Sovetinin sədri Musabeyevin başçılığı ilə Savadsızlıqla Mübarizə Komitəsi yaradıldı. 1920-1930-cu illərdə təhsil sahəsində bir sıra mühüm vacib işlər də görüldü. Bir sıra universitetlərin fəaliyyətə başlaması çox mühüm əhəmiyyət kəsb edirdi. Bakı Dövlət Universitetinin sosial bazası əsasında Bakıda Politexnik Universiteti, indiki Texnik Universitet, Pedaqoji İnstitut, Bakıda Azərbaycan Tibb İnstitutu, Gəncədə Kənd Təsərrüfatı İnstitutu açıldı. Təhsildə türk dilindən geniş şəkildə istifadə olunurdu. Azərbaycanda bu dövrdə əlifba islahatları da həyata keçirilmişdi. Xalq Cumhuriyyəti dövründə əlifba islahatına keçirilmək üçün komissiya yaradılsa da, Aprel istilası buna imkan verməmişdi. 1922-ci ildə Yeni Türk Əlifba Komissiyası yaradıldı. Komissiyanın sədri Səmədağa Ağamalıoğlu seçildi. 1926-cı ildə Bakıda 1-ci Ümumi İttifaq Türkoloji Qurultayı keçirildi. Qurultayın çağırılmasında əsas məqsəd əlifba məsələsini müzakirə etməkdən ibarət idi. Qurultay türk dilli xalqların mədəni həyatında mühüm rol oynadı. 1929-cu ilin yanvarın 1-də qəbul edilən qərara əsasən Azərbaycan SSR-də ərəb əlifbasından Latın əlifbasına keçirildi. Ancaq 1940-cı ilin yanvarın 1-də isə Latın əlifbasından Kiril Rus əlifbasına keçirildi. Tez-tez baş verən əlifba dəyişikliyi mədəni inkişafa mənfi təsir göstərdi. Nəsillər arasındakı varislik prosesi itdi. Elm sayəsində də 1920-30-cu illərdə bir sıra mühüm işlər görülmüşdü. 1923-cü ildə Azərbaycanı öyrənən cəmiyyət və Azərbaycan Arxeologiya Komitəsi təşkil edildi. 1929-cu ildə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu yaradıldı. 1920-ci illərdə Xocalı, Gədəbəy, Yalovştəpə, Qızılvəng arxeoloji mədəniyyətləri aşkar edildi. Həmçinin Azərbaycanda Sovet hakimiyyəti dövründə incəsənət sahəsində də bir sıra mühüm uğurlar əldə edilmişdi. 1920-30-cu illərdə Azərbaycan SSR-də Dövlət Dram Teatrı, Dövlət Opera və Balet Teatrı, Musiqili Teatr, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı açıldı. Bu da mühüm əhəmiyyət kəsb edən hadisələrdən biri idi. 1926-cı ildə Azərbaycanda kinostudiya yaradıldı. 1926-cı ildə ilk radiostansiya fəaliyyətə başladı. 1937-ci ildə Üzeyir Hacıbəyovun Koroğlu operası tamaşaya qoyuldu. Bu əsər 1940-cı ildə SSR-nin dövlət mükafatına layiq görülmüşdü. Bu dövrdə Azərbaycanda memarlıq sahəsində və şəhər quruculuğu sahəsində də bir sıra işlər görüldü. Bakıda bir sıra yeni qəsəbələr salındı. Bu dövrdə daha çox Respublikanın şəhər və kəndlərində bolşevik rəhbərlərinə heykəllər qoyurdular. Həmçinin zəhmətkeş və neftçilər üçün də xüsusi fərdi evlər tikirdilər, yaşayış evləri tikirdilər. Və beləliklə bu dövrdə Bakıda Yeni Suraxanı, Razin, indiki Başxanov, Artyom, indiki Pirallahlı fəhlə qəsəbələri salındı. Bu dərsimizlə bağlı bu qədər.